Bakıda piyada məkanları artıq vahid şəbəkə halına alır. Prezidentin tapşırığı ilə paytaxtın bir çox yerində, o cümlədən İslam Səfərli küçəsində geniş abadlıq işləri aparılır. Beynəlxalq standartlara uyğun və yenidən qurulan bu ünvan daha müasir və rahat bir yerə çevrilir. Paytaxtda Fəvvarələr meydanı ilə qış parkını optimal şəkildə birləşdirəcək vahid piyada məkanının yaradılmasının istiqamətində geniş miqyaslı işlər davam etdirilir. Qabaqcıl dünya təcrübəsinə əsaslanan layihə çərçivəsində İslam Səfərli küçəsi mərhələli şəkildə tam piyada zonasına çevrilir. Biz də paytaxt sakinlərinin şəhərin bu yeni siması barədə fikirlərini öyrənmək qərarına gəldik. Abadlıq işləri çox gözəldir, yaxşı aparırlar. Məsələn, küçəmizi gözəl düzəldirlər. İstirahət zanası olacaq, skameykalar düzəldirlər. Dövlətimiz xaç çəkib. Razıyıq. Narazılığımız yoxdur. İlk əvvəl biraz çətin oldu. Yağış yağdı, palçaq oldu. İndi şükür Allaha yaxşıdır. Gələcəyində də yaxşı olacaq güman ki. Fikirlərim çox gözəldir, çox əladır. Abadlıq gözəldir, amma heç olmasa bunu tək-tək eləsəydilər, yəni küçə-küçədə ayrı-ayrı eləsəydilər, nə maşın sıxlığı olardı, nə də insanların gedişində, gəlişində məhdudiyyət yaranardı. Yəni amma beləncə abadlıq çox gözəldir. Ну, с позиции того, что сохраняется культура достоинства нашего города, с этой части придется потерпеть. Конечно, кое-какие неудобства есть. Ремонты это все проходим этапы. Грязно все. Но потом знаем, что город будет... Азербайджан является жемчужиной Востока. И вот наш президент, видите, как воплощает все. И то, что история, как говорится, сохраняется, это, конечно, большой плюс. Одно то, что бакинцы, мы очень, конечно, радеем душой за наш город. И кто приезжает, туристы, они, конечно, в восторге. Единственное, что была, где Девичья башня, в той стороне могли гулять, а сейчас здесь будут. Позиция того, что должны будут въезжать на случай, не дай бог, пожара, скорой помощи, все, эти должны быть какие-то, продуманно должно быть, разумно, ограничения, шлагбаума или что, чтобы вот на экстренные случаи проезда в таких ситуациях. В принцipе, yaxşıdır. Yəni insanlar üçün gediş-gəliş yer olmalıdır. Çünki digər ara yollarda normal gedib gəlmək rahat deyil. Çünki maşınlar hardasa imkan vermir. Piyadalar üçün nəzərdə tutulan keçidlər azdır. Amma burada hal-hazırda gördüyünüz kimi rahat bulvar kimi tikirlər və insanlar istirahət edəcək. Gələcəkdə burada təbii ki ictimai yerlər açılacaq, kafelər açılacaq, restoranlar açılacaq. Bunlar hamısı nisbət cəhətdən yaxşıdır. O ki qaldı, bəzi indi kimsə deyir ki, maşınlar üçün gediş-gəliş yer rahat deyil. Düzdür, burada orada iki hissəyə bölünür də yol. Bir hissə ancaq aşağıdan yuxarı gələnlər üçündür, o bir hissə isə yuxarıdan aşağı gələnlər üçündür. İndi təbii ki, yəqin ki, bunu da nəzərə alıblar. İndi Allah eləməsin, hansısa fövqəladə hal baş versə, indi bir tədbir oyla bağlı görərlər. Yəqin ki, xüsusi texnikalar üçün bir keçid yeri saxlayarlar ki, bu texnika gəlib rahat keçə bilsin bura. Daha sonra abadlıq işlərinin hansı mərhələdə olması ilə bağlı məsul quruma, yəni Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan First News Aza təqdim olunan məlumatda deyilir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq quruculuq işləri davam etdirilir. Bu istiqamətdə icra olunan layihələrdən biri də paytaxt sakinləri və şəhərə gələn qonaqların sıx istifadə etdiyi ərazilərdən sayılan İslam Səfərli küçəsini əhatə edir. Küçənin piyada yönümlü formata keçirilməsi məqsədi ilə hazırda intensiv işlər aparılır. Bütün küçə boyu mövcud kommunikasiya xətləri tam yenilənib. İslam Səfərli küçəsi ərazisində abadlıq quruculuq işləri davam etdirilir. Həmin ərazidə piyada zonası yaradılır, küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işıq dirəkləri quraşdırılmasına başlanılıb. Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb. Ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdən çox ərazini əhatə edir. Qeyd edək ki, həyata keçirilən bu layihə təkcə şəhər estetikasının yaxşılaşdırılmasına deyil, həm də piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib. Məsələ ilə bağlı eyni zamanda nəqliyyat eksperti Rauf Ağamirzəyevə müraciət etdik. İslam Səfərli küçəsi bəli piyadalaşır və məqsəd də qış parkı ilə Fəvvarələr meydanını əlaqələndirən piyadalaşmış
küçəni formalaşdırmaqdır. İslam Səfərli küçəsi 9 küçə ilə demək kəsişir. Tranzit funksiyalı Tolstoy küçəsidir və Mirzağa Əliyev zaten ən üst küçədir. Onun da tranzit funksiyası var. Qalan küçələr də əlaqəsi olacaq, amma piyada üstünlüyü təmin etməklə, yəni bu kəsişən küçələrdə elə qurulacaq ki, qaldırılmış keçidlərlə avtomobil məcburi sürətin azaldıb keçəcək. O ki qaldı fövqəladə hallara. Fövqəladə hal maşınları zaten mümkün hadisə olarsa, onlar həmən küçə ilə hərəkət edə biləcək. Yəni bu həm Fəvvarələr meydanında da belədir, Nizami küçəsində istənilən halda fövqəladə hal adı üstündədir ki, bu hallarda fərqli hərəkət təşkil olunur ki, mümkün fövqəladə halın tez aradan qaldırılıb və mümkün dərəcədə tez hadisə yerinə çatmağı təmin etsin. Əgər biz piyadalaşmış küçə ediriksə və əlaqədən danışırıqsa, Qış Parkından sağında solunda olan küçələrdən İslam Səfərli küçəsinə svetoforla nizamlanan zebralı keçidlər də təmin etməliyik ki, insanlar rahat həm İslam Səfərli küçəsinə doğru, həm əksinə Qış Parkın keçməklə Füzuli küçəsinə doğru heç bir yerə düşmədən, çıxmadan eyni səviyyədə keçmə imkanı da yaransın. Biz də öz növbəmizdə ümid edirik ki, baş verən dəyişikliklər Bakının simasını daha da gözəlləşdirəcək. Görülən işlərin miqyası ilə bağlı yaranan müvəqqəti narahatlıqlara baxmayaraq, bu ərazi tezliklə təhlükəsizlik, rahatlıq və estetikanın vəhdət təşkil etdiyi dünyanın ən gözəl şəhərlərindən biri olan paytaxtımıza layiq, sevilən gəzinti məkanına çevriləcəkdir.